Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu, sosial-iqtisadi tədbirlər və mədəni quruculuq tədbirlərini soruşur. Baxaq. Yerlərdə qəza, nahiyyət, kənd inqilab komitələrinin yaradılması, bu Azərbaycanın 2-ci Respublika dövrünə düşür. Cümhuriyyət dövrünə aid deyil, götürə bilmirik. Araz Türk Respublikasının yaradılması AXC tərəfindən yaradılmayıbdır, götürə bilmirik bunu da. Və sonra dövlət bayrağı haqqında qanunun qəbul edilməsi, AXC belə bir qanun qəbul edibdir. Ona görə C variantı doğrudur. Keçdik 2-yə, sosial-iqtisadi tədbirlərə. Gürcüstan Respublikası ilə hərbi müdafiə paktının bağlanması sosial-iqtisadi tədbir deyil, yəni bu birbaşa dövlətlərarası münasibətlərdir, siyasətə aiddir, götürə bilmirik. Bakı-Batum neft kəmərinin bərpa edilməsi, bəli, edilibdir, bilirsiniz. Versal müqaviləsinin 89-cu maddəsinə əsasən istifadə hüququ, ardınca bu kəmərin bərpa edilməsi baş verdi. Xanbəy vəqf və kilsə torpaqlarının kəndlərə paylanması, bu da yenə Azərbaycan Sovet Respublikası dövrünə düşür, 2-ci Respublika dövrünə düşür, AXC-yə aid deyil. Mədəni quruculuğa baxaq. Təhsil müəssisələrinin milliləşdirilməsi, bəli, AXC yeganə sahə idi ki, təhsil sahəsi milliləşdirilmişdi, düzdür. Dövlət teatrının fəaliyyətə başlaması, bəli, dövlət teatrı fəaliyyətə başlamışdı, doğrudur. Konstitusiya Türk dilinin dövlət dili kimi daxil edilməsi, AXC dövründə konstitusiya qəbul edilməmişdir, düz deyil. Beləliklə 1-ə C variantı, 2-yə B götürdük, 3-ü isə A və B götürdük. A variantı doğru variantdır.